Azərbaycan Prezidenti Əliyevin bütün erməni toponimlərini Azərbaycanca təqdim etmək kimi böyük kompleksinin olması əlbəttə ki, yeni bir şey deyil. Şübhəsiz ki, bu məsələdə ona böyük qardaşları Türkiyə yaxşı nümunə olub. Bu, onların tələblərinin bitmədiyini və hələ böyük bir siyahlarının olduğunu bildirən dəqiq bir mesaj idi və biz çox açıq danışmalıyıq. Məhz Türkiyə-Erməni soykırımından sonra erməni yer adları kütləvi şəkildə Türk adları ilə əvəz etmə və erməni adları öz xalqının kollektiv yaddaşından tamamilə silməyə başlanmışdı. Azərbaycanlıların bu meylləri tez-tez absurd həddinə çatır və hər dəfə sosial mediada biz ermənilər kədərlənərək Əliyevin Sevanımıza Göyçə dediyi, İrəvanı dediyi və s. qeyd edəndə türklər dərhal fəallaşır və güya Vanın və Sasunun onların suveren ərazisi olduğunu bildirirlər. Lakin bu iki məsələ tamamilə fərqli şeylərdir. Azərbaycanın çox konkret təbliğat məqsədi var. Bütün bir xalqı, yəni 44 günlük müharibədə qələbədən sonra milli ekstaz vəziyyətində olan insanları inandırmaq ki, bəs bilirsiniz ki, təkcə Qarabağ sizin deyil, Süniq də, Sevan da, Yerevan da sizindir.